Evdə də düşünürəm ki, onun üçün xüsusi şərait yaratmaq lazımdır ki, Bir guşə yaratmaq bəli, o lazım. guşədə də o özünü ora aid hiss eləsin və o bilsin ki, bu onun məkanıdır. Onun yeridir, Onun bəli. yeridir və orada yumşaq bir kreslo ola bilər, kiçik ölçülü, əlçatan bir rəf ola bilər, işıqlarla bəzəmək olar, ətirli bir şeylər qoymaq olar. Yəni ki, o mənim guşəmdir və mənim kitab oxuma guşəmdir. Və bir də indi çox vacib şeylərdən biri də uşağın özünün kitabxanası olmasıdır. Yəni ki, bilsin ki, bax bu mənim kitab. Qoy o bircə dənə rəf olsun. Məsələn, evdə 2 uşaq varsa, hərəsinin bir rəfi olsun ayrı-ayrı. Qoy çox kiçik olsun, qoy bircədən olsun, amma onunki olsun və ora o öz kitablarını düzsün və mənim kitabxanamdır deyə bilsin. Məsələn, burada işə yarayan texnikalardan biri də odur ki, kitabın içinə yaza bilər. Məsələn, deyək ki, adı Əlidir. İçinə yaza bilər ki, Əlinin kitabxanasından. Bu kitabı aldığı tarixi ora yaza bilər. Öz imzasını çox qoya bilər. maraqlı fikirdir belə bir kitab. Öz imzasını qoya bilər və o kitabı açanda o kimsə gələndə də, götürəndə də, qohumlarındanmı, əmi uşaqlarındanmı, kimsə gələndə kitab götürəndə açıb o artıq orada fərəh hiss eləyəcək ki, Hətta uşaqlar üçün möhür belə hazırlatdırmalılar. Kitabı isə möhür belə vurmalılar. Bu mənim kitabxanama aid. Çox maraqlı.